Çox maraqlıdır. Zibilliyə atılan bu gilasları, çiyələkləri, meyvələri daha aşağı qiymətə satmaq olmazmı ki, hər kəs ala bilsin? Və bunu rəylərdə insanlar yazırlar. Yazırlar ki, bazarlarda, marketlərdə gilasın qiyməti 5 manat, 6 manatdır. Yay girəndən biz gilas ala bilməmişik deyənlər də var. Daha aşağı qiymətə satmaq olmazmı? Bu zamanda o meyvələri zibilliyə atanlar qeyd edirlər ki, aşağı qiymətə verə bilmirik. Çünki bağ işi çox çətin işdir. Bir xeyli əmək sərf etmişik. Ucuz versək heç o meyvələrə xərclədiyimiz dərmanın pulu etmir. Ona görə də məcburuq ki, bu qiymətə sataq. Bəli, sizi başa düşürük. Həqiqətən bağ işi asan iş deyil. Gecənizi, gündüzünüzü o bağa həsr edirsiniz. Dərmanlar od qiymətinədir. Baha dərmanlar alıb verirsiniz ağaclara ki, sonda siz də pul qazanasınız. Amma qoyduğunuz rəqəm insanların büdcəsi ilə uzlaşmır. Əziz dostlar, əziz qardaşlar. O gilas gəlib şəhərə 5 manata, 6 manata çıxır. Bunu da hər ailə ala bilmir. Bir özünüz düşünün, ayda 400-500 manat maaş alan bir ailə necə övladına kilosu 5-6 manatdan gilas alsın? Ala bilmirlər, insanlar ala bilmir, meyvələr qalır əllərdə və aparıb xarab olandan sonra zibilliyə atırlar. Siz nə düşünürsünüz, əziz izləyicilər? Zibilliyə atmaqmı yaxşıdır, yoxsa belə deyək də, mayasının daha aşağı qiyməti olsa belə ucuz satmaq?